Hər vaxtınız xeyir. Artıq yeni vloqum hazırdır. Bu həftənin 5-ci günü 28 noyabrdır. 28 noyabr qərar verdim ki, artıq payız dırnaqlarımdan vidalaşmaq zamanıdır və yollandım rəfiqəmin işlədiyi salona. Və artıq gördüyünüz kimi surətlə dırnaqlarım hazır oldu. Bu dəfə sadə bir dırnaq seçdim. Biraz salondan da oradan buradan çəkiliş etdim ki, daha da yadigar qalsın, vloguma gözəllik qatsın. Nəysə gördüyünüz kimi dırnaqlarım belədir, mən çox bəyəndim. Və o günü vlog çəkmədim. Çünki Bülbülü öldürmək kitabını mütaliə edirdim. Və 30 noyabra qədər bitirməli idim ki, ayın 1-i başqa kitabları oxuya bilim. Çünki artıq ayın 1-dən 2 kitabla bərabər gedəcəm. Onu da sizlərlə indi paylaşıram. Və gördüyünüz kimi davam edir. Burada artıq yollanıram rəfiqəmlə görüşməyə. Rəfiqəmlə evi kitablarım var idi. Onları mənim üçün götürüb mən sifariş vermişdim. Və əslində bu kitabı bitirmişəm, amma yenə də düşündüm ki, bu vlogumda olsun. Çünki artıq bunu bitirdim. Və bir kavram istifadə edəcəm. Çin bu paleti, aksesuarlardan da bunları istifadə edib gedirəm rəfiqəmlə görüşməyə. Rəfiqəmlə artıq görüşdük. Neftçilərdə Waikiki yollandıq. Waikikidən bəzi dekorativ əşyalara baxırdım. Yeni il dekorları, fincanlar. Düzü bu əlbəttə ki, yeni ilə aid deyil. Daha çox payıza aiddir. Bax, bunlar çox gözəl idi. Qiymətlər də artısa 15 manat idi. Çox bəyəndim. Bunu da bir ayrıca sevdim. Bu kofe stakanlar vəbşə ayrı bayıldım. Səhv eləməmsə 30 neçə manat idi. Bunları da bəyəndim. 15 manat idi. Belə şirin salfetkalar var idi. Bu taraqaya başa bayıldım. Uşaqlığımı xatırlatdı mənə. Ümumiyyətlə Waikikidə olan məhsulları çox bəyənirəm. Bu da həmin taraqanın fincanıdır. Bu da belə bir şamdır. Hamısı bir-birinə o qədər gözəl ahəng yaradırdı ki, yəni nəyi götürsəm əlimə, deyirəm, nə gözəl, nə qəşəng, nə super. Nəysə, mən rəfiqəmlə görüşmüşdüm. Rəfiqəm mənim üçün küstüm olan kitablar gətirdi. Bu kitab Ali Vaninadan mənə hədiyyə olunub. Həmin bu xanım Asya Lavrinoviç Bakıya gəlir və görüş üçün çox istəyirəm getmək, kitabımı imzalatdırma və əsasən də oxumaq istəyirəm bu kitabı. Rus dilim nə qədər də orta səviyyə olsa da çox istəyirəm oxumaq, amma rus kitablar oxuyuram mən. Ardından bu kitab Ali Vaninanın kitab klubunun seçilmiş kitabı olduğuna görə onu aldım. Sağ olsun rəfiqəm mənim üçün götürdü. Əlavə isə burada kaşlokumdur, telefonumdur. Oğluma belə bir sadə qələm almışam, karandaş, sadə karandaş 30 qəpiyə. Rebusdan almışam. Ardından 2 dənə belə stiker aldım, biri qızıma, biri özünə. Yolda kitabı oxumuşam, demək istəmədim, geçsin. Belə kromilərdə 70 qəpiyə. Xoşuma gəldi. Böyle bir şey deyəsən, bir də belə bir şey aldım. Bu rebusu 3 manat idi. Mən elə bil ki, bunların hamısını aldığıma görə obşu 3 manat pul verdim. Böyle bir düşdü indirimlə 1 manat 60 qəpiyə. Qiyməti bunun 2 manat idi. 1.60'a düşdü. Bunlar hamısını bu qiymətə vermişəm. Belə aldıqlarım. Zaten de böyle bir şey almak istedim ve artık hazırladım. Burada isə evə gələr gəlməz evlatlarım yeməklərini yeyən kimi oğlumla birlikdə tenisə yollandıq. Tenisdə də biraz kitab mütaliə etdim. Kitab mütaliə etdikdən sonra isə artıq vaxt tamam oldu və evə yollanırıq. Və dekabrın 1-i hava da gördüyünüz kimi tutqundur. Manikürüm də gördüyünüz kimi çox səliqəli və gözəl görsənir. Mən elə düşünürəm ki, gözəl görsənir.
Siz də yəqin bəyənərsiniz. Davam edirik. Növbəti gün 2 dekabr isə McDonald's Fringe deyilir də yəqin ki. Neysə, onun oyuncaqları gəlmişdi. Əslində bu oyuncaqlar Happy Meal seriyası getmir. Happy Meal seriyası getmədiyinə görə də qiymət baxımından 16 manat 95 qəpikdir. Ona görə də düşündüm bir ədəd alım, yoxlayaq görək necə bir şeydir. Kutusu çox qəşəng görsənir, maraqlıdır. Belə bir kutu heç mən görməmişdim McDonald'sda. Burgeri həqiqətən çox böyükdür. Mən ən böyüyünü götürdüm. Düşünürəm ki, bir adam üçün, yəni bir böyük adam üçün çox yaxşı menyudur bu. Sadəcə bizə bu qiymət sərf eləmir. Çünki mən həmişə alanda övladlarla birlikdə alırıq. Bu dəfə isə bir dənə alıb üçümüzə bölüşdürdük. Amma bunun da öz ləzzəti var deyərdim. Mən əslində kolleksiya yığmağı sevirəm McDonald's'ın. Ona görə də belə həvəslə hər dəfə gedib alıram. Bu seriyanı ayrı sevdim, amma Happy Meal olmadığına görə biraz məyuslandım. Yaxşı bir musiqi ilə qoymuşdum. Heyf ki, təlif haqqı gəldiyinə görə sildim. Ona görə təzədən səsləndirirəm bu videonu. McDonald's'ın sevincini yaşayandan sonra yadıma düşdü ki, güllərimə su verməmişdim. Və başladım onlara yavaş-yavaş su verməyə. Avokadom da artıq böyümək üzrədir. Obursu vəbşə ümumiyyətlə ağaca dönüb, daha doğrusu budağa dönüb. Bu mənim təzə dibçəyimdir. Bunu mənə rəfiqəm hədiyyə eləyib. Çox bəyənmişəm. Ümumiyyətlə rəfiqəm mənə verdiyi dibçələr o qədər gözəl inkişaf eləyir ki, bu da ilk dəfəli başqa cürəsini vermişdi. Bu rozov rəngidir. Açdıqca sizə göstərəcəm. Bunu da eyni qaydada o rəfiqəmin hədiyyəsidir. Və yerlərini dəyişib pəncərə önünə qoymuşam. Düşünürəm artıq qışdır. Qış olduğuna görə zərər görməzlər. Əksinə daha da onların günəşə ehtiyacı olduğuna görə günəşdə qoymuşam. Belə baxanda elə çox dibçəyim yoxdur, azdır. Amma mənim üçün bir dünya dibçək var deyərdim. Onları sulayarkən, onlara baxarkən, hətta bəzən də gedib onlara yaxınlaşıb izləyərkən belə çox bəyənirəm. Orxideyam da gördüyünüz kimi belədir. Arada bir belə su verirəm, arada bir vannaşka eləyirəm. Bu dəfə nəsə su mənə ilıq gəldiyinə görə düşündüm biraz da yuxarıdan su verim. Köklərinə su dəysin, daha da inkişaf eləsin. İndi isə istəyirəm yolkanı bəzəyim. Bu illəri 2 dekabrda bəzəyirəm. Keçənləri yadıma gəlir ki, hətta vlogum da var. Link qoyacağım. Əgər maraqlı olsa izləyərsiniz. Keçən 23 noyabrda, səhv eləmirəmsə, yoxsa 24 noyabrda yolkanı bəzəmişdim. Maraq üçün link qoyuram. İzləyərsiniz. Bunlar mənim köhnə iquşqalarımdır, amma bunları keçən illəri 28-dən almışdım. Bunun biri hədiyyədir rəfiqəmdən, birini isə qızıma almışdım. Oyuncaqlarımız elə də çox deyil. Əslində yolkam da böyük deyil deyənə ehtiyac duymuram. Amma bəlkə zamanla bir dənə, 2 dənə hər il alıram da, belə deyim. Kamini də bu dəfə belə qoydum. Kaminin üstündə də bəzi dekorativ yeni il figurları qoymuşam. Bunu da yeni almışdım bildiyinizə görə. Aynix olduğuna görə Aynix'ini qoymuşam. Bunu çox sevirəm. İndi isə paya süfrəmi birlikdə yeni il süfrəsi edək. Yeni il süfrəm biraz belədir. İstəyən boşqab altlıqları mütləq alım. Və 3 dənə yeni almışdım bunları. Bununla yolkanın bəzəyini tamamladım. Yolkanı bəzədim, biraz çox yoruldum. İndi isə istəyirəm kitab mütaliə edim. Uwe adlı kişi. Hələ ki 50 səhifəyə qədər mütaliə etmişəm. Daha doğrusu 57-yə qədər, 55-ə qədər. Bəyəndiyim bir kitabda deyərdim. Hətta statlar da belə var idi. Amma nəqliyyatda oxuduğuma görə stiker yapışdıra bilmədim. Belə, isə kitabı mütaliə edirəm və vlogumu tamamlayıram. İzlədiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Dəstək olmağı da unutmayın.